Səhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham edilən əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub. Globalinfo.az qeyd edir ki, Qafqazinfonun əldə etdiyi məlumata görə əmlakların çoxu müxtəlif ünvanlarda yerləşən mənzillərdən ibarətdir. Səhiyyə Nazirliyinin İnsan Resursları, Elm və Təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova mülklərin bəzilərini yaxınlarının adına rəsmiləşdiriblər. Ən çox əmlak isə cinayət işinin əsas fiquru sayılan Səidə Rüstəmovanındır. O, işlədiyi müddətdə çoxsaylı daşınmaz əmlaka sahib olub. Əmlakların orta bazar dəyəri 5 milyon manata yaxındır. Səidə Rüstəmovanın özünün və anası ilə oğlunun adına rəsmiləşdirdiyi əmlakların siyahısını təqdim edirik. Yasamal rayonu Həsən Məcidov küçəsində mənzil, qiymət 463-365 manat. Nəsimi rayonu Abdülvahab Salamzadə küçəsində 2 mənzil, qiymət 323-605 manat biri, 332-755 manat digəri. Nəsimi rayonu Akademik Həsən Əliyev küçəsi mənzil, qiymət 429-488 manat. Yasamal rayonu İnşaatçılar prospektində mənzil, qiymət 670-275 manat. Yasamal rayonu İnşaatçılar prospektində 18 kvadrat qaraj, qiymət 45 min manat. Abşeron rayonu Novxanı kəndində torpaq sahəsi, qiymət 43.250 manat. Sabunçu rayonu Nardaran qəsəbəsində bağ sahəsi, qiymət 78 min manat. Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsində ev. Bakı şəhəri Yasamal rayonu Həsən Məcidov küçəsində mənzil, Yasamal rayonu Xarici Dairəvi yol 10, Royal Park yaşayış massivində ev. Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində ev. Abşeron rayonu Novxanı bağlarında fərdi yaşayış evi, Abşeron rayonu Novxanı kəndi bağlarında mənzil, Mercedes-Benz və Audi Q5 minik avtomobilləri. Nazirliyin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu. Fantastik siyahı məhkəmə qərarı ilə eyni cinayətlərdə ittiham edilən Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın fərqli ünvanlarda bir neçə mənzilləri və avtomobilləri üzərinə həbs qoyulub. Əlavə edək ki, keçən həftə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi tərəfindən istintaq olunan bu cinayət işinin detalları barədə geniş məlumat vermişdik. Həmin xəbərimizdə həkim kimi işləyə bilmək üçün rüşvət verən şəxslərin siyahısını da təqdim etmişdik. Hazırda bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Ev dustaqlığında saxlanılan xanımların təqsirləri sübuta yetirilərsə, onlara 10 ildən çox həbs cəzası gözləyir.